Bir gün Molla Nəsrəddin gəlir kənd meydanına. Əlini belinə qoyub səslənir. Ay cəmaət, şəhərə, bazara gedirəm. Kimə nə lazımdır, deyin alım gətirim. Cəmaət dərhal tökülür mollanın üstünə. Biri oradan qışqırır. Ay molla, mənə bir cüt qəşəng ayaqqabı al. O biri yandan səslənir. Molla, mənə bir dənə yağlı qaz al, amma kök olsun ha. Üçüncüsü də atılır. Mənə də təzə bir çuxa lazımdır, əynimdəki cırılıb. Amma qəribədir ki, sifariş verən çox olsa da, heç kim əlini cibinə atmır. Hamı havayı istəyir. Birdən balaca bir uşaq izdihamı yarıb qabağa çıxır. Ovucundakı pulları mollaya uzadıb, gözlərini döyə-döyə deyir. Molla əmi, bu pulu al, mənə bazardan bir dənə tütək alarsan. Molla pulları alır, şaqqıldadıb cibinə qoyur. Sonra o biri havayı sifariş verənlərə mənalı-mənalı baxıb uşağa dönür. Bax, ağıllı balam, tütəyi sən çaldın, qalanları isə ancaq havasını alacaq.